Salam değerli izləyicilər, bu halda vətəndaşa yüksək pensiya təyin olunacaq xəbəri diqqətinizə çatdırıram. Zəhmət olmasa videonu bəyənin və burada üstə gəl işarəsinə bir dəfə toxunub kanala abunə olun. Değerli izləyicilər, xəbər verdiyimiz kimi əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasında dəyişiklik edilib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən bu xəbəri diqqətinizə çatdırırıq ki, yeni dəyişiklik vətəndaş yönümlü olmaqla güzəştli şərtlərlə pensiya təyinatı zamanı vətəndaş rahatlığına və operativliyin artırılmasına xidmət edir və bildirilib ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərə erkən dövrdə güzəştli şərtlərlə pensiya təyinatı digər sənədlərlə yanaşı onun çalışmış olduğu müəssisə üzrə işə götürən tərəfindən təqdim edilən arayışa əsasən həyata keçirilir. Yeni dəyişikliyə əsasən əgər müəssisənin artıq fəaliyyət göstərməməsi səbəbindən həmin arayışın təqdim edilməsi mümkün olmadıqda şəxsin işləmiş olduğu peşənin Nazirlər Kabinetinin təsdiq etdiyi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun olması əsasında onun müvafiq iş dövrü güzəştli iş stajına daxil ediləcək və erkən pensiya hüququ qazanacaq. Həmçinin yeni qərarla qulluq əlavəsi alan və işləməyə davam edən şəxsin əmək pensiyası hesablanarkən əmək haqqı və ya pensiya kapitalı əsasında hesablanan pensiya məbləğlərindən hansı yüksək olarsa vətəndaşa həmin məbləğ təyin olunacaq.